Oh my god. Oh my god. Oh my god. What the hell? Bəli. Oh my god. God Tanrı. Yəni ərəbcədən keçmə Allahdır. Biz Allah deyirik. Xaricilər buna Tanrı deyirlər də. Yəni hadisələrə baxış tərzindən asılı olaraq biraz fərqli cür səsləndirilir. Təəccüblənəndə, xoşbəxt olanda falan belə. Növbəti ifadədə what the hell? What the hell is going on here? What the hell yəni what the hell mən sizə necə izah edeyim? What the hell is going on? Yəni nə baş verir burada? Belə pis mənada başa düşdünüz? What da hell'in başqa bir mənası da var, onu deməyəcəm. Yəqin bilirsiniz nə demək istəyirəm hər halda. Bilənlər bilir, bilməyənlər də biləcək inşallah başqa növbəti videolarda. What the hell is going on here? And yəni yaxşı məna deyil də, yaxşı yerə işlədilmir. Yəni bədbəxtçilik olanda, bədbəxt bir hadisə baş verəndə sırf what the hell is going on here? Oh my god. Yəni bu iki ifadə də birlikdə işlənə bilər. Dostlar, çox da demək istəmirəm. TikTokda 10.000, YouTube'da da inşallah 1000 abunə istəyirəm sizin sayənizdə. Yəni olar. Bu da sizdən asılıdır. Növbəti videolarda da görüşəndək. Özünüzə əmanət olun.